Gündəlik istehlak üçün satın aldığımız ətin qiymətində son dövrlər kəskin bahalaşma müşahidə olunur. Bu bahalaşma isə vətəndaşlar tərəfindən bir mənalı qarşılanmır. Bəs görəsən, ət qiymətlərindəki bu artımın səbəbi nədir? Gəlin bunu birlikdə görək. Hazırda ət mağazalarında və ya kənd təsərrüfatı bazarlarında 1 kiloqram mal ətinin qiyməti 25-30 lari arasında dəyişir. Bu isə əhalinin narazılığına səbəb olur. 24 News xəbər portalına müsahibə verən sakinlər qeyd edirlər ki, ətin bahalaşması onların ailə büdcəsinə mənfi təsir göstərir. Əlbəttə, normal deyil. Ətlər həddindən artıq bahalaşır. Öz elə olur ki, yaxşı ətlər olmur. Gidirsən, görürsən, köhnə ətlər satırlar. Bahalaşmaya heç kəs razı deyil. Əlbəttə, biz də razı ola bilmərik. Sıxıntı yaradır, bütün vətəndaşlara yaradır sıxıntı. Əksəriyyəti narazıdır. Bahalaşıb, hər şey bahalaşıb. Bir dənə ətdir ki, elə. Hər şey də bahadır. Əti misal üçün 22-yə 23 alırdı, indi bu dəqiqə hardasa 30-lar edirlər. 27-28-dir. Bu fikriniz nədir sizin? Yəni belə olarmı ətin qiyməti? Nə deyim, mən bahalanıb da, onu satanlar bilər. Baha alırlar, baha satırlar. Nə ayrı xam elədi, qurban olun, baxalım, çox pis ziyan verir. Ondan artıq nə olacaq? Artdıqca qiymətlər. Bir vətəndaş kimi istəyiniz nə olar ki? İstəyimiz olar ki, hər şey ucuzlaşa, yaxşılıq olar. Çətinlik çəkirsiniz? Dolama ham çətinlik çəkir, olmayanda hər şey də çətinlik qurban olur. Son 6 ayda 1 kiloqram ətin qiyməti orta hesabla 4-7 lari artıb. Qəssablar qeyd edirlər ki, ətin qiymətinin artmasının əsas səbəblərindən biri yerli istehsalın azalmasıdır. Bilirsən, ətin bahalaşmağı belədir. Bu ət qəssabları bir şey yoxdur burada. Ümumiyyətcə, kimlər malı saxlayır, o qiymətlər onlardan qalxdı. Yerində qalxdı, onlara da qanamaq olmur. Bir də ki, məsələdir, o baxan insanda malı alır, bağlayır da, yatır. Bu xəstəlik isə çıxmadı mı? Onun da şeydə idi. Bir də ki, ən çox da günah nədədir, bilirsən, çıxışda. Çox çıxış var. Azərbaycan aparır, Ərəb aparır, İran aparır. Çıxış çoxdur. Ona görə də bu baxalıq baş verir. Heyvanda da, malda da. Biz istəyərim ki, baxalığa. Mən satardım bunu, gün ortaya taraf gedirdim. Məsələn, indi ət olub 30 lari. Cəhamat nə arsın onu? Alırdı 25 lariyə, 20 lariyə. İndi alır 2 kilo alasıydı, alır 1 kilo. O hamıya ziyandır, mala ziyan hamıya. Yəni qəssablik bir şey yoxdur. Ekspertlər hesab edirlər ki, dekabr ayında ətin qiymətində yenə artım gözlənilir. Statistikaya nəzərən 2025-ci ilin 3-cü rübünün sonunda mal-qaranın sayı əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 3,7% azalaraq 812 min başa çatıb. İllik olaraq 1 kiloqram mal ətinin qiyməti 7,42%, 1 kiloqram çəkilmiş mal ətinin qiyməti isə 5,91% artıb.